pensiyaçılara şad xəbər, daha doğrusu pensiya alanlara şad xəbər. Sabah bu gün ayın 22-də məncə, yəni ayın 23-də tamamilə pensiyalar ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 23-də Respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Axar.Fonddan məlumat verilib, yəni bu sayta verilib. Bildirilib ki, həmin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək. Hansı ki 220 manat alan, yəni güzəştli şərtlərlə alan pensiya alanlar və 220 manat yaşla bağlı pensiya alanlar və digərləri, onların hər birisinin mayın 23-də tamamilə pulları, pensiyaları ödəniləcək. Sabah inşallah, bugün olmasa da sabah mütləq pensiyalarınızı kartlarınızda görəcəksiniz.